Salam əziz izləyicilər. Qaranlıq Pərdə kanalına xoş gəlmisiniz. Bugün sizlərə bütün peyğəmbərlərin öz ümmətlərini uyardığı ən böyük qiyamət əlamətlərindən biri olan Dəccalı anlatacağam. Dünyada huzursuzluq başlayır. Qlobal miqyasda müharibələr, qıtlıqlar, təbii fəlakətlər və sosial çöküş hər keçən gün artır. İnsanlar təkil, çarəsizlik və ümidsizlik içində qıvranarkən hər şeyin daha da pisləşdiyi düşüncəsi bütün dünyanı bürüyür. Lakin bu xaosun ortasında bir nəfər gəlir. O Dəccaldır. Dəccal İslam inancına görə son zamanların fitnəsinin simgəsidir. Bütün dünyada baş verən bu pisliklərin və dağıntıların arxasında